Sosial şəbəkələrdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir neçə gənc qızın motosikletlə təhlükəli hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb. Qəsəbənin Əliağa Vahid küçəsində hərəkət edən 3 motosikletin sürücülərinin və sərnişinlərinin moto dəbilqə taxmaması digər hərəkət iştirakçılarına əsassız irad bildirməsi məlum olub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sosial mediada yayılan görüntülərlə bağlı araşdırma aparılır. Dövlət Yol Polisi olaraq bir daha motosiklet sürücülərinə müraciət edərək idarəetmə zamanı yol hərəkəti qaydalarına ciddi riayət olunmasına, mütləq qaydada moto dəbilqədən və digər qoruyucu vasitələrdən istifadəyə çağırırıq.